Yoldaşlar salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz dövlət gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanunudur. Diqqətlə qulaq asın və bu cür videoların davamlı olaraq paylaşılmasını istəyirsinizsə kanalıma abunə olub bildiriş butonunu açıq saxlamağı unutmayın. Deməli yoldaşlar, bu qanun, yəni dövlət gerbindən istifadə qaydaları haqqında qanun Konstitusiyanın 23-cü maddəsinə və Azərbaycan Respublikası dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununa müvafiq olaraq Azərbaycan Respublikasının dövlət gerbindən istifadə qaydalarını müəyyən edir. Yoldaşlar, deməli Konstitusiyanın 23-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının dövlət gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir və Azərbaycan Respublikasının dövlət gerbinin təsviri dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanunu ilə müəyyən olunur. Yəni biz onu Konstitusiya qanunu deyirdik, amma tam olaraq adı dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanunudur. Deməli yoldaşlar, Konstitusiyanın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikası dövlət gerbinə hörmət etməlidir. Dövlət gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yoldaşlar, bildiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən vətəndaşlarla yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu qanunun, yəni dövlət gerbindən istifadə qaydaları haqqında qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar. Deməli yoldaşlar, dövlət gerbi haqqında qanunvericilik Konstitusiyadan, dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanundan, Konstitusiya qanunundan, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən, yəni Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, dövlət gerbindən istifadə qaydaları haqqında qanundan, bir də bu qanuna uyğun olaraq qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir. Dövlət gerbi ilə bağlı dövlətin bir sıra vəzifələri vardır. Bunlar hansılarıdır? Deməli, dövlət gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək, gəncləri və təhsil alanları dövlət gerbinə hörmət ruhunda tərbiyələndirmək, Azərbaycan Respublikasının hüdudlarından kənarda dövlət gerbi barədə təhqir edici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və cinayət məcəlləsinə uyğun olaraq tədbirlər görmək, bir də bu qanuna uyğun şəkildə riayət olunmasına nəzarəti təmin etmək. Bunlar dövlətin əsas məqsədlərindən biridir. Deməli, dövlət gerbinə Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni xarici ölkələrdə təhqir edici hər hansı bir hərəkət olarsa, həmin şəxslər, yəni o qanun pozuntusunu törətmiş şəxslər beynəlxalq hüquq normalarına və cinayət məcəlləsinə uyğun olaraq tədbirlərə məruz qalmalıdırlar. Deməli yoldaşlar, bildiyimiz kimi müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanuna əsasən dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir. Yəni kimsə durub deyə bilməz ki, dövlət gerbi mənim layihəmdir və yaxud da dövlət himni mənim layihəmdir deyə bilməz. Yəni müəllifi mənəm deyə bilməz. Deməli yoldaşlar, Azərbaycan dövləti dövlət gerbini qeyri-qanuni istifadədən və ona zərər vuran hər hansı bir hərəkətlərdən qoruyur. Yoldaşlar, Azərbaycan Respublikası dövlət gerbinin qabarıq təsviri bəzi yerlərə vurulur. Bu yerlər hansılardır? Prezidentimizin xidməti otağına, prezidentin sarayına, həmçinin dövlət iqamətgahlarının binalarına, Milli Məclisin binasına, iclas salonuna, Milli Məclisin sədrinin xidməti otağına, Naxçıvan Muxtar Respublikası Ali Məclisin binasına və iclas salonuna, Naxçıvanın Ali Məclisinin sədrinin xidməti otağına, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların binalarına, yəni prezidentin müəyyən etdiyi orqanların binalarına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanları və onların strukturuna daxil olan qurumlara, həmçinin Mərkəzi Bank, Mərkəzi Seçki Komissiyası, Ombudsman və yerli icra hakimiyyəti orqanlarında, həmçinin bütün məhkəmələrin binalarına, məhkəmə iclaslarının salonlarına, Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəmə sədrinin xidməti otağına, diplomatik nümayəndəliklərin və konsulluqların binalarına dövlət gerbinin qabarıq təsviri vurulur. Yoldaşlar, dövlət gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Deməli yoldaşlar, dövlət gerbinin təsvirindən istifadə. Dövlət gerbinin təsvirindən hüquqi aktların və dövlət adından
verilən sənədlərin blanklarında, qiymətli kağızlarda, istiqrazlarda, kağız və metal pul nişanlarında, vətəndaşın şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının həmçinin sənəd blanklarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, təltiflərin təsvirində və Milli Məclisin və yaxud müvafiq icra hakimiyyəti orqanının, yəni prezidentin müəyyən etdiyi qurumun rəsmi nəşrlərində və Prezidentin İşlər İdarəsində, Nazirlər Kabinetində, Mərkəzi Seçki Komissiyasında və sərhəd nişanlarımızda dövlət gerbinin təsvirindən istifadə olunur. Deməli yoldaşlar, Azərbaycan Respublikasının dövlət gerbinin təsvirindən istifadənin başqa hallarını Nazirlər Kabineti müəyyən eləyir. Dövlət gerbinin təsviri olan möhürlərin, sənəd blanklarının hazırlanması, istifadəsi, saxlanması, məhv olunması qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Dövlət gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində, belə deyim, və yaxud da hər hansı bir sərhəd nişanlarında istifadə olunması qaydası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Dövlət gerbinə ehtiram bəsləyən, hörmətlə yanaşan hər bir şəxs dövlət gerbinin təsvirindən bu qanunun, yəni dövlət gerbindən istifadə qaydaları haqqında qanunun tələblərinə uyğun olaraq istifadə eləyə bilər. Amma bütün hallarda dövlət gerbinin təsvirindən dövlət gerbinə ehtiram bəsləyən hər bir şəxs gerbdən istifadə eləyə bilməz. Bütün hallarda eləyə bilməz. Amma yalnız və yalnız bu qanunun tələblərinə uyğun olaraq istifadə eləyə bilər. Yoldaşlar, bildiyimiz kimi bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi dövlət rəmzləri ilə yanaşı dövlət gerbinin öyrənilməsinə həsr edilir. Deməli yoldaşlar, dövlət gerbi oturulan və ayaq basılan yerlərdə təsvir edilə bilməz və dövlət gerbinin təhrifinə yol verilmir. Bu qanunun tələblərini pozmuş şəxslər mülki məcəlləyə, inzibati xətalar məcəlləsinə və cinayət məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Yoldaşlar, bura qədər, bugünlük bu qədər. Hələlik sağ olun, salamat qalın. Digər mövzularda görüşənə qədər.